Salam yoldaşlar. 11-ci sinif buraxılış imtahanı səviyyəli sual izahına baxırıq. Bizdən səhv fikri soruşur. Bizim mənsubiyyət şəkilçisi qəbul etmiş şəxs əvəzlidir. Bax, bizim təklifimiz. Burada im mənsubiyyət yox, yiyəlik halın şəkilçisidir. Burada mənim sözü də var. Mənim sözündəki və bizim sözündəki im mənsubiyyət yox, yiyəlik halın şəkilçisidir. Ona görə də bir bizim şərtimizi ödəyir. Yəni səhv fikirdir. Bir olmayan variantları çıxsaq, cavab C və D qalar. Təklifimizi isimdir. Bəli, mənsubiyyət şəkilçisi qəbul etmişdir. Burada bizim təklif imiz. İmiz mənsubiyyətdir. Təsirlik haldadır. Bəli, çünki mənsubiyyət şəkilçisi qəbul edən sözdən sonra, daha doğrusu mənsubiyyət şəkilçisindən sonra hansı halın şəkilçisi gəlirsə, sözümüz ismin elə o halında olacaq. 2 doğru məqam idi. 2-ni götürmürük. Hamı qeyri-müəyyən əvəzlidir. Bəli, bu doğru məqamdır. Çox qeyri-müəyyən miqdar saydı. Çox problemli məsələdir. Çoxdan sonra feil gəlirsə, çox feilə aiddirsə, olacaq zərf. Çox sifətə aiddirsə, çox maraqlı. Yazıram bura, çox maraqlı. Maraqlı. Çox burada olacaq ədat. Çoxdan sonra digər nitq hissələri, əsas nitq hissələri gələrsə, çox olacaq qeyri-müəyyən miqdar sayı. Burada isə feilə aid olduğu üçün olacaq zərf və zərflik. Ona görə 4 səhv fikirdir. Biz də səhv fikri seçməliydik. Bəyəndi feildir. Bəli, keçmiş zamandadır və təsdiqdədir. Bəli, bəyəndi burada D şuhudi keçmiş zamanın şəkilçisidir və təsdiqdədir. Burada problem yoxdur. Cavab olar C bəndi.